görmək şad olduğumuz şəxslərdəndir. Elçin bəy xüsusilə hər dəfə çox önəmli hadisələr olandan sonra doğrudan da şərhlərə ehtiyacı var bəzi məsələlərə və bu şərhlərlə də belə də bu mövzuya belə də yekun vurmaq və ötən gün Qəbələdə möhtəşəm bir sammit baş tutdu. İlk dəfə özdə Qəbələ böyük bir mötəbər belə tədbirə ev sahibliyi belə deyək edirdi. Ümumiyyətlə Türk Dövlətləri Təşkilatının 12-ci zirvə toplantısını siz həm bu dövlətlər üçün və ələlxüsusdan bu təşkilatın fəal üzvlərindən olan Azərbaycan üçün necə dəyərləndirirsiniz? Təşəkkür edirəm. Mən baba qeyd edim ki, 12-ci zirvə toplantısının Qəbələdə keçirilməsinin özü də simvolik xarakter daşıyır. Bəli olduğu kimi Qəbələ Azərbaycan dövlətçiliyi, qədim Azərbaycan dövlətçiliyini simvolizə edən şəhərlərdən biridir və Qafqaz Albaniyasının paytaxtı olur. Bu aspektdən də Qəbələdə Türk zirvəsinin keçirilməsi və bu torpaqlarda, bu coğrafiyada Türklərin izinin artıq eramızdan əvvələ getdiyini sübuta yetirən, təsdiqləyən bir fakt. Qəbələdə Türk zirvəsinin keçirilməsi və bu torpaqlarda, bu coğrafiyada kimi dəyərləndirməlidir. Başqa mühüm bir aspekt şübhəsiz ki, müzakirə olunan mövzu ilə bağlıdır və təhlükəsizlik məsələlərinin, sülh məsələlərinin Qəbələ 12-ci zirvəsində müzakirə olması da mühüm faktorlar kimi qiymətləndirilməlidir. Cənab Prezident öz nitqində qeyd etdi ki, artıq Türk Dövlətləri Təşkilatı mühüm geosiyasi mərkəzlərdən birinə çevrildir. Biz Naxçıvan bəyannaməsinin imzalanmasından başlayan məsafədən etibarən keçən müddət ərzində Türk Dilli Əməkdaşlıq Dövlətlərin Əməkdaşlıq Şurasından Türk Dövlətləri Təşkilatına kimi uzun bir məsafə qət etmişik. Əslində şura, məşvərət xarakterli bir təsisat bu gün artıq təşkilata çevrilib və biz Qəbələdə artıq önəmli bir institutlaşma prosesinin mərhələsinin başa çatdığını, Türk dünyası üçün yeni bir mərhələnin başlandığının şahidi olduq. Şübhəsiz ki, bu proseslərin içərisində xüsusilə də 44 günlük müharibədən Azərbaycanın zəfərindən başlayan önəmli bir mərhələ var, bir yol var. Çünki Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi və beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçirilməsini təmin etməsi nəticə etibarilə Türk dünyası üçün də motivasiya rolunu oynayıb. Və biz əgər Azərbaycanla Türkiyənin bircə ortaq layihələrin Türk dövlətlərinin iqtisadi əməkdaşlığının əsaslarının, iqtisadi əsaslarının yarattığını söyləyə biliriksə, Azərbaycanın həyata keçirdiyi atdığı adımlar Türk dövlətlərinin əslində digər istiqamətlər, həm də hərbi siyasi istiqamətlərdə əməkdaşlığının inkişaf etdirilməsi üçün çox böyük bir yol açıb. Bu aspektdən də təbii Qəbələ zirvəsi tarixi zirvə hesab oluna bilər. Bəli, o Mərkəzi Asiya ölkələrinin bir dövrə qədər əyləşdiyi masalarda biz çox hallarda Rusiyanı görürdük və Rusiya orada bərabər hüquqlu kimi yox, masabəyi kimi özünü aparırdı bir çox hallar. Bu tarixən belə olub. Yəni Rusiya oturduğu hər masada Amerika sin xaric az qala çalışıb öz hegemonluğunu irəli sürsün. Mənə gəlir ki, bu həmin Türk dövlətlərinin əyləşdiyi ilk belə bərabər hüquqlu və tarixə dayanan masada əslində. Yəni, bu nə verir Türk dövlətlərinə, Orta Asiyada olan Türk dövlətlərinə? Çünki biz və Türkiyə kifayət qədər Avropa inteqrasiya olmuşuq. Tamamilə doğru vurguluyorsunuz. Əslində Türk Dövlətləri Təşkilatı bütün dövlətlər üçün bərabər imkanlar yaradan və ortaq kökə, ortaq tarixə, ortaq dilə, mədəniyyətə söykənən bir təsisatdır və təbii ki, dünyada ortaq dilə, ortaq tarixə malik olan kifayət qədər ölkələr var və onların arasında hətta müharibə də gedir. Nəticə etibarilə əgər dövlətlərin liderləri doğru bir siyasət yürütmürlərsə və bu aspektlərdən, yəni bizi birləşdirən amillərdən, dəyərlərdən, mühüm məqsədlər üçün, hədəflər üçün istifadə etmirlərsə, nəticə etibarilə o ciddi nəticələrə gətirib çıxarmaya da bilər. Amma gözümüzün önündə Azərbaycan və digər Türk dövlətlərinin, qardaş Türk dövlətlərinin timsalında önəmli bir mərhələnin keçildiyinin şahidi olmuşuq. Siz də qeyd etmək lazımdır, tamamilə doğru vurguluyursunuz. Azərbaycan bu prosesin içərisində birləşdirici rol oynayır və təsadüfi deyil ki, mən Naxçıvan bəyannaməsində
bəyannaməsindən başlayan yolu xüsusi olaraq vurğuladım və məhz o bəyannamədən başlayaraq Türk Dövlətləri Əməkdaşlıq Şurası önəmli bir mərhələyə qədəm qoyub və biz geridə qalan bu zaman kəsiyində əslində bir çox istiqamətlərdə və təkcə ortaq mədəni, humanitar sahələrdə deyil, yəni dövlət həyatının bütün sahələrində əməkdaşlığının yeni bir istiqamətlərinin şahidi olmuşuq. Təsəvvür edin, əgər illər öncə Azərbaycanla Türkiyənin həyata keçirdiyi ortaq layihələr olmasaydı, yəni söhbət burada həm enerji layihələrindən, həm nəqliyyat dəhlizlərindən gedir. Artıq biz bugün Mərkəzi Asiya ilə, Orta Asiya ilə Qafqazı, Avrasiyanı bütövlükdə birləşdirən orta dəhlizin perspektivindən, imkanlarından söz aça bilməzdik. Bu strateji bir zəkanın, strateji bir düşüncənin ortaya qoyduğu nəticədir ki, və tamamilə bir daha qeyd edirəm, haqlı olaraq vurguladınız ki, Azərbaycan və onun lideri bu prosesdə önəmli birləşdirici bir rol oynayır və bugün Türk dövlətləri masa arxasında qardaş kimi oturublar. Bu çox mühüm faktor. Bir çoxlarına Elçin müəllim, Macarıstanın bu sammitdə iştirakı təəccübləndirir. Bir çoxlarını məyus eləyir, Avropada xüsusilə. Eyni zamanda da və bizi əlbəttə ki sevindirir. Çünki Hungari, Hunların torpaqları deməkdir. Amma Macarıstanın timsalında başqa ölkələrin bura qoşulması nə dərəcədə perspektivlidir? Və digər tərəfdən bu günlərim Viktor Orbanın çox ağıllı və öz ölkəsinin mənafeyi, gələcəyi üçün hesablanan bugünkü addımlarından narahat olan qüvvələr də var. Və bu Macaristan və Orban hakimiyyətinə doğru da bugün təhdidlər kifayət qədərdir. Yəni bütün bunlarla yanaşı, nəinki Macaristan, ümumiyyətlə bugün Türk dövlətləri və bu təşkilatı üzrə ölkələr üçün hansı təhdidlər ola bilər və bu təhdidlərin aradan qaldırması üçün bax bu sammitin əhəmiyyəti və belə də gələcək addımları, iqtisadiyyatı belə də hələ kənara qoyur. Əslində biz oradan başlayaq ki, Türk Dövlətləri Təşkilatının bugünkü müstəvidə inkişafı və geosiyasi mərkəzlərdən birinə çevrilməsi, bu istiqamətində həyata keçirilən tədbirlər ilə o təhdidlərdən və təhlükələrdən qorunmaq xarakteri daşıyır. Yəni bu bir təhlükəsizlik çətiridir və daha öncə də vurğuladığım kimi məhz Azərbaycanın qələbəsi, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı və bu istiqamətdə atılan addımlar, ortalıqda olan nəticə bu təhlükəsizlik çətirinin real olduğunu ortaya qoyur. Çünki istənilən halda qardaş, dost dövlətlər üçün nəticə önəmli bir faktordur. Hər bir ölkə qardaş olsa da, yaxın olsa da, doğma olsa da, ortaq dilə, tarixə söykənsə də birinci növbədə öz maraqlarının keşiyində dayanır. Amma indiki şəraitdə biz Türk Dövlətləri Təşkilatının timsalında birinin digərinə baskı yapmadığı, birinin digərinin maraqlarını qəsb etmədiyi bir təsisatın ortada olduğunun şahidi oluruq. Bu, bərabər hüquqlu müstəvidə qarşılıqlı münasibətlərin inkişafına imkan yaradır, ortaq təhlükəsizlik çətirinin formalaşmasını da zəmin yaradır. Elçin müəllim, 5 milyard məsələsi bilirsiniz ki, artıq 5 milyard sərmayə yatırma haqqında da qərar qəbul edildi. Mən istərdim bu haqda da. Önəmli faktordur və yenə də qeyd edeyim ki, bu prosesin də deməli Azərbaycan bütövlükdə Türk dövlətləri arasında investisiyaların təşviqi istiqamətində ciddi addımlar atıb və təbii ki, sayılı ölkələrdən biridir ki, bəlkə də yeganə ölkədir ki, 20-sinin də deməli Azərbaycan bütövlükdə Türk dövlətləri arasında investisiyaların təşviqi istiqamətində milyard dollar vəsait yatırıb Türk dövlətlərinin investisiya sahəsində və qarşılıqlı formada da biz artıq digər qardaş dövlətlərində bu istiqamətdə addımlar attığının şahidi oluruq. Şübhəsiz Qarabağda, Şərqi Zəngəzurda həyata keçiriləcək layihələr, yatırılacaq investisiyalar eyni zamanda həm də Türk dövlətlərinin inkişafına xidmət edəcək. Çünki nəticə etibarilə bu iqtisadi fəallıq təkcə Azərbaycan sərhədləri çərçivəsindəki inkişaf üçün nəzərdə tutulmuyor. Elçin müəllim, maraqlı bir məqam bu bayaq o simvolik məqamlardan danışırsınız Qəbələdə keçirilməsi. Daha bir simvolik məqam faktiki biz iştirakçı bütün dövlət liderlərinin Qəbələdə Qurana əl basdılar. Məscidin açılışı idi. Bu bizim həm də etnik cəhətdən din kökənlərimizə bir mesaj idi ki, biz azad ərazilərimizdə məscidləri bərpa edirik və bu məscidləri birlikdə bu məscidlərə əl qoyaraq bərpa edirik. Çünki məscid hər kəsin deyə, məscid bir millətin, bir dövlətin deyil. Həmin ərazidə olsa belə Allahın evi deyirik və istənilən müsəlman ora girib ibadət edə bilir. Bu mesaj, yəni bu sırf din kökənlərlə bağlı mesaj nə demək idi? Bunu biraz açmaq
danışmağınız? Əslində dövlətimizin və bugün Türk dünyasının təməllərini, ideoloji təməllərini təşkil edən bütün aspektlər Azərbaycan bayrağının üzərində yer alır. Bəli, bəli. Və bu üç rəng əslində Qəbələdəki proseslərin özünü də nəticə etibarilə simvolizə edir və bizim bayrağımızdakı yeşil rəng İslam mədəniyyətinin və bizi birləşdirən başqa bir dəyərin rəmzidir və bütün istiqamətlər üzrə əməkdaşlıq nəzərdə tutulduğu halda Türk dövlətləri başçılarına məhz Qurana əl basaraq həm də işğaldan azad edilmiş, məscidləri xilas edilmiş və dəyərləri xilas edilmiş Türk torpağında, qədim Türk torpağında əllərini Qurana basması da bizim birliyimizi simvolizə edən bir yanaşma kimi dəyərləndirməliyik. Bu o deməkdir ki, Türk dövlətləri bundan sonra da əbədiyyətə qədər bir yerdə olacaqlar, bir inkişaf naminə çalışacaqlar, qarşılıqlı şəkildə bu qardaşlığın irəliyə doğru aparılması üçün əllərindən gələni əsirgəməyəcəklər. Bu da simvolik bir yanaşma tərzidir. Biz dədə-babadan hər birimiz and içəndə əlimizi Qurana basmışıq. Yəni bu bütün bəli, andımızı da verdik, bir Türk övladı kimi də andımızı verdik, bir müsəlman olaraq da andımızı verdik ki, bu birlik əbədiyyətə qədər davam eləyəcək və hər zaman bir-birimizin yanında çiyin-çiyinə dayanacaq. Çox təşəkkür ederim. Mən təşəkkür ederim. Minnətdarıq. Bu günlərin bəzi, belə deyək də, dostlar, suları bulandırmağa çalışan qərb ölkələri əlbəttə ki, nə qədər cəhd eləsələr də əslində bu regionda suların artıq durulduğu bir belə də dönəmi yaşamaqdayıq. Və əziz tamaşaçılar, xatırladım ki,